da ləğv eləməyəcək. Mən bir şey sizə söyleyeyim. Yox, belə də demək olmaz. Mən bir şey söyleyeyim. Yəqin ki, siz də oxumusunuz. ADU Universiteti rektoru hörmətli Hafiz Paşayevin bir səhifənin manifesti əsəri var. Həmin əsərdə bu 907-ci maddə ilə bağlı çox belə unikal bir təsvir var. Hafiz müəllim yazır ki, biz baxırıq ki, məsələn, Texas ştatından bir deməli konqresmen, yəni ermənilərin cənginə keçməyib, belə desək. Və bizə müəyyən layallığını da istəyirik. Çünki Texas ştatı biraz elə bizim Azərbaycana da oxşayır, Bakıya da oxşayır, o da neft ştatıdır. Və deyir, biz ondan işə başlayırıq. Görüşürük, ona təklif edirik ki, qanunvericiliyi təşəbbüsündən çıxış elə, 907-ci maddənin ləğvini istəyir, bizə dəstək ver. O da deyir ki, edərəm. 907-ci maddənin ləğvi ilə bağlı qanunvericiliyi təşəbbüsündən çıxış edirəm, qanun hazırlayarım. Amma mənə iki istiqamətdə sizin köməyiniz lazımdır. Deyir, hansı istiqamətdə? Hafiz müəllim yazır. Birincisi, mənə deməli seçici təminatı verin. Seçici mənə səs versin. Mən deyəm bəli, seçici ilə bağlı təminat. İkincisi isə maliyyə dəstəyi verin. Yəni bu seçki kampaniyasını aparmaq üçün mənə ciddi maliyyə dəstəyi lazım. Biz də bunu eşidirik. Bilirsiniz də indi ermənilər Kaliforniya, Los Angeles'da bunlar çoxdular. Amma belə çox da olsa 1 milyon civarında onların sayıdır. Biraz az, biraz çox. Amma bizim Cənubi Azərbaycandan gedən əksəriyyət oradandır. Onlar da təxminən 1 milyondur. Yəni böyük fərqi yoxdur. Deyən ki, ermənilər orada bizdən qat-qat çoxdur. Yox, belə şey yox. Demək olar ki, sayımız eynidir. İndi biz yığırıq imkanlı Azərbaycanlıları ki, bəs bu konqresmen bizə dəstək versin, 907-ci maddənin ləğvi ilə bağlı. İki şey bizdən istəyir. Əsasən də maliyyə dəstəyi. Və deyir, həmin o bizim o pullu, imkanlı Azərbaycanlılardan biri qayıdıb deyir ki, o nə vaxta lazımdır o pul? Deyir ki, bəs noyabr ayında seçkilərdə, aralıq seçkilərdə noyabra qədər lazımdır. Nə pis oldu, deyir, mənim pulum dövriyyədə də pul mənə haradasa yanvar, fevralda gələcək. Yəni noyabr ayından keçdi. İkinci kateqoriya insanlar deyirlər ki, adı, familiyası nədir? Deyir, filan. Mən onu tanıyıram, erməni pərəstin biridir. Yalandan özüm. O bizə onsuz da pulumuzu da yiyəcək. Deputat olandan sonra bizə işləməyib, erməniyə işləyəcək. Bu da hər bir yolla keçib gedir. Ermənilər də görürlər ki, biz yaman bu konqresmenlə məşğuluq, onunla birlikdəyik, onunla çox ünsiyyətdəyik. Görəndə ki, bir şey alınmadı, ermənilər məhz həmin konqresmenin üstünə gedirlər. Qısa müddət ərzində məsələni həll edirlər və seçici səsi, maliyyə təminatı, ardınca da həmin konqresmen gördü ki, Azərbaycanlıların bir hərəkətlik olmadı, keçir o konqresdəki erməni dostlarının siyasına. Bu kimi məsələləri də mən obyektivlik naminə söyleyeyim ki, hətta kitabda da, Hafiz müəllim kitabında da öz əksini tapıb. Yəni bu kimi hələ subyektiv çətinliklərimiz də var.